Salam əleykum. Salamlayıram hamını. Bütün Kuşbaz əhlini salamlayıram. Bugün Mərdəkanla Asif qardaşımızın qonağıyıq. Bir neçə illərdir bir yerdə işləyirik Asiflə. Quşlarını da tanıyıram, gücünə bələdəm. Mənə də verib saxlamağa. Uçurdumuşam, yaxşı nəticələr görmüşəm. Bir neçə adama da verib uçurdublar. Səs soraqlar gəlib. Quşlar köhnə quşlardır, quşların tarixi var. İstəyirəm ki, Asif qardaş bir xırda açıqlama versin quşların tarixi ilə. Necə gəlib, nətər gəlib, kimdən kimə, necə qoruyub saxlayıb bu günə kimi. Zəhmət olmasa Asif qardaş yüngül bir məlumat verərdi. Mən də sizi salamlayıram, xoş gəlmişsiniz. Sağ ol, sağ ol. Yəni qapım həmişə yaxşı qardaşlarıma açıqdır. Gəlmişsiniz quşlardır, burada saxlayıram mən də neçə illərdir. Yəni mən göz açandan, özümü tanıyandan həyətimizdə bu quşlar olub. Yəni bu babam saxlayıb. Yəni kötüyü bunun Əmrəcandan gəlmə quşlardır. Yəni babam Əmrəcandan olub. Neçənci illərə gəlib çıxır təxmin? Neçənci illərə mən hələ özüm 52 yaşı var, hələ mən göz açandan bu quşları həyətdə görmüşəm. Babam saxlayıb, sonra atam saxlayıb. Yəni bura bir həyət olub da, burada babam saxlayıb orada. İndi o rəhmətə gedib onun quşlarından qalıb, atamın quşlarından qalıb. Onlardan da elə xırda-xırda özüm törətmişəm, saxlamışam. Yəni heç bir dənə qıraq quş qatmamışam bura. Yoxdur. Yəni ki, ancaq elə bir cinsin quşlarıdır, 3 dənə. Yəni bir cins quşlardır, elə bir-birlərinə cüt vurur. Bir-birlərinə də 3 cüt quşlardır da. Məsələn, o 3 cütdən ondan buna, bundan ona bir-birlərinə cüt vurub törətmişəm də, belə saxlamışam. İndi hansına necə vurmaq lazım? Onu da ki, oca özüm bilirəm də, mənim səsim hansına vurmaq, necə eləmək, nətər eləmək. Oca mən o quşların kötüyünü bilirəm ki, yəni o quşdan nə bala çıxacaqsa, nətər bala çıxacaqsa, hansına vurmaq, nətər törətmək. Yəni maşallah şükür Allaha da ki, indi yəqin ki, bu quşların uçuşudur, gözüdür, yəni qane eləyir. uçuşu mənə qane eləyir, gözü də yaxşıdır, oynaqları da pis deyil, mənim üçün yaxşıdır. Yəni mən özüm üçün saxlayıram. Bu bir xatirə olaraq, yadigar olaraq, yəni bu quşlar bu həyatda olub. Belə bir suallar var ki, eyni dillə nəsli bir-birinə vuranda ya göz, ya uçuş hansısa. Eyni nəsildir, bax bir yerdədir, göz qabağındadır. Qardaş deyib, bacı qardaş da var burada, əmi zat da var, bir-birlərindən qarışıq quşlardır. Hamısı da göz qabağındadır, qəşəng uçuşları da var, gözləri də var. Mənə qane eləyir. Əsas ağ quşlar. Ağ quşlardır, yəni mənimki bir cinsdir, mən buna başqa cins qatmıram ki, yəni tanımadığım, bilmədiyim quşu qata bilmərəm mən bunları. Həm də ki, məni bunlar qane eləyir. Mənim üçün yaxşıdır. Gözü, uçuşu, olması. Oynamağı zadı. Köhnə cinsdən, yəni mən buna ehtiyac da yoxdur ki, mən buna nəsə bir quş qatım. Ehtiyac yoxdur. Ona görə də ki, elə şükür Allaha ki, saxlayırıq da, törədirik. Yaxın qardaşlara da gələndə faydan veririk, uçursunlar. Elə onların sağ ol deməkləri mənim üçün bəsdir. Əsas mən baxıram burada bala çoxdur yerdə. Bunlar hamısı balalardır. Ata-analar ayrıdır. Setkadadır. Setkadadır, onlar uçurmadan. Babamdan qalan quşxanada. Bunlar indi balalardır, çıxıb yayda da uçurduram da, uçurdub baxıram. Məsələn, keçən ilki balaları, quşları var burada, balalar almışam. Onların nəticələri var, bilmək lazım, baxmaq lazımdır ki, nətər uçur, necə uçur. Ondan sonra inişilki balalar var, kötüklərin balaları var. Onları indi uçurdub, ələkdən keçirdib, tezədən yenə də üzü qışa. Sən bu dəvə dərmanla bağlı bu quşlara vaksin, heç nə vurmadım. Yəni köhnə cinsdə qoruyursan, saxlayırsan. İmmunitləri zaten necədir bu quşdan xəstəliyi? Göz qabağındadır, hamısı da sağlam, gül kimidir. Mən bunları nə dərman, nə vaksin zad vermirəm. Təbii. Yəni belə də. Mən bilirəm, indi sən bu quşlardan sezonla bala alırsan. İldə 2 dəfə, yəni 2 dəfə bala alırsan. Hardasa yanvar ayından, fevral ayından buraxırsan yumurtaya. Fevralın 15-dən sonra buraxıram balaya, bunlar yumurtaya. Elə bir ki, martın əvvəli balalar çıxır. Martın axırına bir partiya çıxır. Sonra da ki, 15-20 gündən sonra aprel ayında bir partiyada otururlar. Və salam, mayın əvvəlin axırına kimi, bu aylara kimi görürsə, balalar çıxdı, işte qutardı. Ondan sonra mən bala almıram. Bir də getdi, üzü qışa. 2 dəfə. 2 dəfə var. 2 dəfə normaldır da, yəni bunlardan bala almaq quşdan 2 dəfə normaldır. O 3-cü naqurçqadır. Heyvanın sən əziyyət verirsən də. Sən gücü alınır da, quşun. Gücü alınır. Həm də onu sən uçurdacaqsansa may ayına. Asif 50-60 ilin cinsidir, səndə köhnə cinsidir. Bəli. Maşallah quşları da gördük.
Əladılar. Bunların özəllikləri nədir? Göyə getməkləri, tez batmaqları, oynaq tez götürür, gec götürür. Uçuşları necədir? Burada mən sənə deyim də, iki sort quş var da. Var mındar dolaq, belə qarışıq mındar dolaq. Var da təmiz şeydir, çılpaq düyüşlərdir. Bunda o quşlar belələri var ki, tez oynaq götürür. 5-10 dənədə oynağını götürür, qəşəng bərkidir, gedir oturur yuxarı. Amma bu quşlar var ki, biraz yubanır oynağını götürməyinə. Götürür. Amma götürəndən sonra da ki, bu özü gedir oturur yuxarıda, saatın uçur, gəlir. Yəni saatını tamamlayandan sonra özü gəlir düşür. Yəni bunlar qalxdısa fərq eləmir, istəyir quş oldu həyətdə, istəyir dən atqı ilə, nə ilə qalxdısa bu gedəcək yuxarı. Özü saatını uçub tamamlamasa gəlmir. Belədir. Belə də ki, oynağı da yerindədir, uçuşu da normal, həyətin üstündə xırda qurubla uçurlar. Haçan başını qaldırdın, elə başının üstündədir, uçur, həyətin üstündədir. Gələndə də özünüz gördünüz ki, elə bir dənəsi qalmışdı yuxarıda, elə həyətin üstündə, düz başının üstündə uçurdu. Perborota? Perborota var, dözümlüdür. Yaxşıdır, perborota dözür. Məsələn, gilavara da uçurmuşam, bala var idi, məsələn, dünənləri qalxdı, getdi, 3-4 qanət idi uçmuşdu, heç oynaq götürməyən baladır. Səhər 7-də qalxdı, getdi, axşam 7-nin yarısı idi, çatdırdı özünü. Maşallah. Gəldi, çatdı, düşdü, o bala da buradadır. Yəni ki, belədir, yəni nəticə bunu göstərir. Mən nə deyim, artıq olanı budur. İndi bunlar cavan quşlardır. Bunlar balalardır çoxsu. 90% balalardır. Bu da 5-6 dənə keçən ilki balalardan var. Bir də 4-5 illik quşlardır bunlar. 3 illik quşlardır, uçanlar var. Azdır bunlar. Çoxsu balalardır bunlar. Balaları da indi yayda da uçurduram. O keçənki balaların da quşları var. Kötüklərin də quşları, balaları var burada. Onlara da uçurdacağım yayda, nəticələrini baxıram. Mənim üçün bunların keçənki balaların da nəticəsini baxmaq, görmək maraqlıdır mənim. Özüm üçün maraqlıdır ki, yəni bunları mən cüt vurmuşam. Uçuşlarına görə, göydə uçuşlarına görə, oynamaqlarına görə bir-birlərinə cüt vurmuşam. İndi onun balalarının nəticəsini gözləyirəm ki, görüm onlar necə olacaq. Yəni onlardan dənləşi bala almaq olar, yoxsa yox. Yəni onlar indi o balalar göstərəcək. Bu bir. İkincisi də ki, birinci qarın bala həmişə allada bilər adamı, cavan quş. Amma ikinci qarın bala təmiz sırf öz nəyi varsa da canında onu göstərəcək. Yəni o deyirlər, birinci dəfə bala aldım belə. O birinci bala ola bilər, səni allada bilər. Nəsə bir defekt çıxa bilər uçuşunda, ya oynağında, ya nəsə bir gözündə ola bilər. Çünki mayalanma düzgün bəlkə getməz, eləməz. Birinci qarındır. Amma ikinci qarın o təmiz, sırf o quşun qarnıdır da o tutur. O ikinci bala o nəyi var özünü göstərəcək ikinci partiya. Onda tam əmin ola bilərsən ki, bu balada nə var, nə yox. Asif Biyazlar şahidi oldu. Yəni dedim bacı qardaşın cütdülər. Bəli. Balalarda maşallah qəşəng uçur. Uçur. Çox yerdə şahid olur deyirlər bacı qardaş. Şəxsən mən özüm uçurmuşam o bacı qardaşın balasını. O bacı qardaşın balaları da burada var. Liboy bir balasını mən onu uçurdum, o uçur. Bezat qazdı. Həqiqətən bezat. Həqiqətən də bezat qazdı. Mən onu ayırmağa ehtiyac da yoxdur. Çünki çox qəşəng oynağı da var, uçuşu da var, gözü də var. O qarnı tutubsa onu mən niyə görə onu ayırım ki? Ehtiyac da yoxdur. Verir də gül kimi balalar verir. Yerliyi də yerində, gözü də yerində, oynağı da yerində, uçuşu da yerində, saatı da qəşəng. Mən məsələn bu bacı qardaşların balasından uçurtmuşam, Asifdən götürüb uçurmuşam. Gündəlik uçurdum 5-5 yarım. Bir gündən bir 7 yarım, 7-40, bir gündən bir. Bala idi, 3 ayın balası idi. Uçurdu. Bu quşların bir dənə də özəlliyi var. Məsələn bax, uçurdursan bir 10 dənə quş, 2 dənə də Asifin balalarından qaldırırsan. O balalar görsən ki, balaca çəkili qırağıda uçur, qoşulmur quşa. Bilməm, xəssiyyətlərini tanıyırlar, qənət vurmaqları eynidirsə, cüt uçurlar. At deyil, 3 dənə də olsa bir yerdə uçacaqlar, 2 dənə də olsa bir yerdə uçacaqlar. Ümumiyyətlə bir dənə belə qeyri-adi bir xəssiyyətləri var. Uçanda da bir-birlərini tanıyırlar, göydə də tanıyırlar bir-birlərini. Məsələn, götüb aparıb başqa həyətdə uçursun, yenə həmən şeydir. Bunlarda bir şey var ki, məsələn, xam qoşulsun bunlara, avtomatik ayrılırlar. Azdırırlar o xam. Azdırır, mümkün deyil də. Yəni bir qıraq quş gəlsin, mən baxıram da qoşulur. Görürəm ki, bir dənə sağa, bir dənə sola çəkirdi, bir dənə dala qırdı onu, tezdən görsən ki, ya yuxarı çəkilir, ya aşağı buraxır özün, qırır onu, tezdən ayrılır, özləri uçurlar da. Yəni belə
qoşulmur. Məsələn, orada da qonşuda da uçsa quşlar, görürəm ki, gedir, girir bala ora, baxır görür öz quşları deyil. Fırlanır, o yana sağa sola görürsən, qırılır, distribusiya kimi gəlir, soyur, gəlir həyin üstünə. Bala Həm də bax ki- görürsən bəzi it uçurlar, sonra oynağa düşəndən sonra, oynağın bərkidəndən sonra bir başqa cür uçur. Bəli. Əsas oynaqdır. Oynağın götürəndən sonra saatını da artırır. Həm də məndə quşxana balacadır. Bilən quşlar bir yerdə nə qədər olsa yaxın. Onlar bir-birlərini tanıyır. Quş az olsa, Az bir-birini yaxşı tanıyır. tanıyır, Göydə də bir-birlərini tanıyır. Ayrılanda da bir-birini tapır. Göydə görürsən ki, qoymur da gedir, gəlir. Qoşulur, gəlir. Yəni budur. Nə Rəşad, deyim? sən də saraydan gəlmisən. Mərdəkanda qonaq, baxdın quşlara da. Necə sən xoş? Salamlayıram hər kəsi. Şaxtağa gələyim qapıya inşallah. Amin. Qəşəng quşlardır, əla quşlardır. Lap belə ürəyin istəyən quşlardır, maşallah olsun. Özü də təsdiq elədi, maşallah. Hər kəsə də uğurlar arzulayıram yarışlarda. Bəli. Yaxşı nəticə olsun inşallah. Yəni hamı Yaxşı nəticə olsun. Əsas odur ki, bilsən, hamıda yaxşı quşlar var. Mən demirəm yoxdur. Hamıda yaxşı quşlar var. Niyə ki? Var. Gözəl quşlar var, uçan quşlar var, gözlü quşlar var. Bilsən, quşbazdan çox şey asılıdır. saxlamaqdan. Saxlamağın, törətməyin, onun seçimini, eləməyini əsas quşbazdan asılıdır. Məsələn, bax burada indi məsələn götürgünə belə başqa quş buna qatqıyla görəcəksən ki, o effekti vermir. Bu balada nəysə şeylik olacaq. Çatışmamazlıq olacaq. Mən özüm elə olub ki, qaçışdırmışam, effekt verəndə olub, amma Olmayan da olacaq. verməyən də olub. Olacaq. Ayrı bir öz-özünə vurursan düzəlir. Ha. Bu quşların qanı biraz başqa cürədir. Yox, bir sənə nətəri quşun görə zatını biləsən də, kötüyünü, onun şeyini biləsən. Ya da har 3 nəslini tanıyasan da. Bu məndə bilsən nətəridir, nə 3 nəsil. Bu mən uşaqlıqdan bu bizdə həyatda olub. Mən bunun bütün şeylərini bilirəm ki, bunun qanında nə var, bunun balası nədir, bunun canında nə var. Heç biri bir dənə belə şey vermir də, yəni deyim sənə ki, belə. Bax görsən hamısı da standart balalardır. Bax hamısı da standart quşlardır da, belə idi, pasonu, quyruğu, ölçüsü, çəkçeyləri, vitləri, Razmerlər, quyruqları. quyruqların sayı 12, 13, patolog 14. Lap belə verərsə də o da retki verər 15. Ondan o yana 16 zad yox bu arada. Cırıq quyruq zad bala verirlər bunlar. Olur təkdən bir olur. Ya yəni onlar necə görürsən, necə olsun? Əla, cırıq quyruq var idi məndə keçəni prosta nə bilim dedim elə kəsərəm, pervorot apardı. Bu deyirlər bu cırıq quyruq quşlarla biz buraxdı. Burak satdır, onun cinsidir, qanıdır, genində var. Vallahi mən O bu ömür boyu cırıq quyruq quşlar olub qəşəng cırıq quyruqla bir açıqlama vermək istəyirəm. Biz dədə babadan görmüşük, ağlımız kəsəndən saxlamışıq. Kim deyirsə də Cırıq yalan. quyruqların 90% demirəm, 99% əlanın əlası olur. Bəli. 1% indi əl yeri qoyuram da orada. Həmişə də cırıq quyruqlar və Əla olub onun. əla olub, yaxşı da uçublar. Mənim Uçublar. özümdə bu dəqiq ondan yuxarı cırıq. Qarı özü yoruldu görsən ki, rejim normasını tutdu gəlir. Gəlir düşür özü. Da mən onlara şey eləmirəm ki, ayrım balaları atlayın uçurdum, belə uçurdum. Mən də yəni ki, şey deyirəm də o ki, vurdum, getdilər hamısı, bala böyük. Hamısı gedir yuxarı, uçur, özləri də gəlir düşür. Sonra o şey, tutandan sonra rejimini səhər tezdən uçurduram o şey. Getdi. Hansı havalarda daha yaxşı uçurlar? Gilavarda yoxsa Xəzridə? Xəzri Mehdar lap güclü uçurlar, çox uçur. Gilavar yorur, heyvanı yorur. Nə qədər də uçsa, güclü quş olsa, heyvanı incidir, atır ora bura. Həm də soğurur, aparır onu yuxarı. Baxırsan ki, quş o yana uçur, sağa uçur, sola uçur, dala gedir, aşağı gəlir. Gilavar bir sənətə belə oynadır, elə bir ki, çırpır da quşu da incidir. Amma Xəzri Meh elədir ki, Meh əsir, onun üçün ləzzət eləyir. O özü gedir yerini tutur, özü üçün axşamacan uçur. Bu gün iyun ayının 11-idir də. Bir neçə gündür ki, gilavarlardır. Yəni dəyişilmədən gilavarlar. Yəni itkin olub bu gilavarlarda. Yox, Allah şükür it kimi olmuyor. Yəni Maşallah. çox adam itirib bu gilavarlarda. Gilavarlarda düzdür, mən indi o birisi illər baxmırdım, elə uçurdurdum da, dedim, mənə nə gedər, yoxlayırdım bir sınaq kimi də. Olurdu, itkilərim olurdu. Amma indi baxıram ki, elə deyil, həm də biraz dəyişiklik də elədim də, baxdım ki, bunları
dəyişmək lazımdır. Erkək mayanı erkəklə hansı güclülərdirsə gözlərinə görə, uçuşlarına görə. Amma bu ildən görürəm ki, maşallah yaxşıdırlar. Yəni Baxanda olsa bitki elə də yoxdur. Bu özün görsən hamısı bax xırda balalardır. Heç qışda çıxanda heç əməlli başda 3-4 dənə uçan balalardır. Bir dəqiqə vurub uçurdum görsən ki, uçurlar, getmirlər. Hə, oyanmırlar, getmirlər. Yox, ağılına söhbət yox. Hə, yəni belə tam rahatçılıqla da uçurduram. Yəni heç bir şeydən də çəkinmirəm. Sən kimi aralıqda olmayan kuşbazlar var ki, sakitdir yanı bu. Sakit, mən özümə görə uçurduram da. Qardaş, mən özüm üçün saxlayıram. Mən o bəlkə də bu Mərdəkanda Asif o qədər tanıyan yoxdur. Hə, yəni mən aralığa çıxan adamdır, özü üçün. Yəni quş da getdi, mən heç onu dalayıcan getmirəm da, ya da baxmıram da, ya da nişan da vurmuram, ya nömrə də vurmuram ki, aynı benim quşum getdi hara. Mən o gedən quş mənim üçün maraqlı da deyil. O gedibsə də zaten o nəsə zəvq olur. İndi quş olar, perivoda düşər, gedər. Mən demirəm, quşdur. O quşun varsa da itkin də olmalıdır. O 100%. O heç kim deyə bilməz ki, ay mən heç bir dənə qaçırda bilmərəm. Mümkün olan şeydir. Hər yerdə məsələn itki verməlisən. Uçurdursansa qaçırtmalısan. Qaçırtmalısan, bəli. Quş yerdən qalxdısa sənin deyil. O ixtiyarı onun əlindədir. Gələ də bilər, gəlməyə də bilər. Azı o vaxtı babanı saxlayanda bu quşda indi buralar əvvəl bağ yeri oldu. Bağ idi, açıqlıq idi buralar, rahat idi, görürdü. Qışda bəs bu quşda burada saxlayırdı, aparırdı. Burada saxlayırdı, qışda hamı köçürdü, onda burada qalmadılar da. Elə bir ki, o quşlara görə qalırdı, bir dənə Avukadnoya gedirdi. Şəhərə dəyirdi, gəlirdi, quşlara da belə. Təxminən say olaraq nə qədər saxlayırdı? O az saxlayırdı, uzağı 21, 19, belə tək saxlayırdı, 17, 13. Çox saxlamırdı da, yəni çox quş, çox bilsə nətərdir, çox saxlayanda da problemi çox olur. Sən ondan bilsə nətəri araşdırıb ortaya bir şey çıxarda bilmirsən. Qarışır ayrı. Hələ burada 50 dənə quşdur, baxıram ki, hələ mən onları nişanlamasam, məsələn, o balansı itirirsən. Nə qədər də tanısı onda elə söndür. Yenə də baxırsan ki, məsələn, haradasa düzdə ağlardır. O rənglər, zatlar olanda, belə nişanlı quşlar olanda sən onu bilirsən. Amma sırf ağlarda oraya görə sən ona nişan vurasan, eləyəsən ki, seçə bilərsən, tanıyasan. Hamısı da bir-birinə oxşuyur, böyüyür, baxırsan ki, eyni şeydir. Bu hansıdır, o hansıdır. Nişan vurmasın, tanımaq olmur. Mən prosta bunların elədiyim, törətdiyim nəticələr mənim üçün maraqlıdır, uçurduram. O ki, o nəticəni görəndə mən özümə ləzzət edir. Mən o maraqlıdır, özümə görə saxlayıram, uçurduram. Allah hamının da canı sağ eləsin ki, bu yarış iştirakçıları var, əziyyət çəkirlər, törədirlər, eləyirlər. Hamısına da uğurlar arzulayıram, sənə də uğurlar arzulayıram. Sən də əziyyət çəkirsən, çalışırsan, törədirsən, nə bileyim, yetişdirirsən. Biz də bacardığımız qədər sənə də çalışırıq, dəstək durar, kömək eləyək ki. Sənə də Allah canını sağ eləsin ki, quşlar qorumusan, saxlamısan, neçə illərdir, yəni zarafat deyil bu quşlar. 40-45 ilin cinsidir bu quşlar. Yox, 40-45 il mən saxlayıram, məndən qabaq da olur. Bəlkə də çox. Yəni, bəlkə çoxdur, yəni mən bunun məndən qabaq olur. Bəlkə də 70 il tarixi var. Deyirəm, yəni bundan qabaq da olur, elə quşlar elə həyətdə olur. Hələ babasından qalan quşxana da var burada. 45 ildə bunlardan ən yüksək nəticə nə qədər görmüsən? 10-un üstü, 9, 8, belə uçublar da. Maşallah olsun. İndi xatırladaq izləyicilər ki, orada kötük quşlar var, köhnə quşlar. Balalar da var içində. Köhnələr orada, burada cavan quşlar uçurdur. İnşallah onları da çəkəcəyik. Onları bura bırakmam. Prosta balalardır. Burada da kötüklər var. Kəsmişəm. Prosta nəyə görə bura bıraxmışam ki, yaydı, setkada bilsən elədir ki, bilsən o kalsiy yeyə bilmir. Bu elədir ki, gün dəyir ona, çimir, gedir ot tapır, daş tapır, yeyir, eləyir ki, ehtiyacı olanları. Ehtiyacı olanlar kötük quşlar da qalıb kəsirdir, həm də həyətdə gəzir. Və burada da var kötüklərin. Prosta özüm buraxmışam ki, həyətdə heyvan gün dəysin. Eləsin, bilsən, gəzsin, ora bura. Amma setkanın içində görə saxladınsa da ona vitaminini verəsən. İstədiyi şeyi tapıb yeyə bilmirdi o. Gün dəymir, istədiyi günü ala bilmir. Yox, hələ yayda görə çıxardasan. Bəli, yayda görə çıxardasan, qışda salırsan ora, qalır orada. Amma yayda özüm gətirmişəm bəziləri bura. İndi prosta yerin balacadır, yarısı qalıb orada. Balalar da var ki, ayırıb atmışam ora ki, hazır damazlıq üçün. Bildiyim quşlardır. Hə, Asiba gəldi, sən bir kötük quşları da çəkək. Bir baxaq bunlara, tamaşaçılar da baxsın. O zəhmət olmasa bir quşları görsəd bu kötükləri. Bunlar kötüklərdir, balalar da bunlardır da. Almışam bala, özüm onları da nişanlamışam.
Ayaqlarında var, üzüklər var, balaca balalardır. Hansı? Asıl bu orada bu kuşxananı da çəkkinəm. Bu Bu da babamdan qalma qədimi Bax, kuşadır. babasından Yaşdan məndən də qalan böyükdür. Hələ də bəlalı qoruyub saxlamışam. 70-80 ilin kuşxanası var. Hey, deyirəm sən 50 yaşıma məndən böyükdür. Sən Yaşda. uşaq olanda mı kuşxana? O vaxt Vintaboyla vururdular da buna da acəl. Vintaboyla zadla bu bəlin dəmirdən zotdan gönə qalınlığında dəmirdir. O vaxt babam bunda saxlayırdı. İçin taxtana yığmısan? Ha, taxtadır, afşıqdadır, deyə beləsin. Bu da bir tarixdir. Ha, qədimi. Qədimi bir tarix. Maşallah ağlan, yəni stoykasına söhbət yoxdur. Bax. Soldan 3-cü ərki məsələn cəlb eləyir. Ha, çəp özüdür. Çəp ərki özü. Çəp dəfələrlə Pirvorodda gedib gələn quşdur. O çəpin atası məndədir, sağ olsun, Asif onu bağışlayır. Ha, Paraliz olmuşdu, mən onu sağaltdım. bunlar da onun balalarıdır de. Bala almışam bir cüt. Hansını? Duran bala var, elə. Qənət iş, üstü, tasın. Bu mən də dedim, əsə qənəd üstə nə O var? atasansıdır. Bu balacanın, ha de o erkekdir də, de gözlük. De 2 dənə. Aha, ortadakı ərki. Yo. Bu Onun balaları balası o necə deyil. batmamısan oyuna? Yo, bunlar elə Bunlar balacadır köküdür, da. hə? Balaca balalardır, o vaxtı deyil axı. Onun atası deyim də sənə hansıdır? Yəni, o balaca üzüyü var ayağında, dəmir. Bu mehman qardaşımız da qonaqdır bir də. De, o gedib biri də gizlənib orada bala çıxarıb, heç xəbərim yoxdur. Bəli. Gedib gör harda gizlənib. Bayırdaşlara başın qaşıb sədəklər yaddan Asif çıxır. sənə də halal olsun ki, dedə badan gələn quşları bu cür Sağ ol. qoruyub saxlamısan, törədirsən. Dost qardaşa da eşitdiyimə, bildiyimə görə verirsən. Yaxşı kuşbazlara verib Asif. Düz indi adlarını çəkmək istəmirəm, özləri baxanda biləcəklər. Yo, Yəni vermişəm. uçurdu bura, görüb də, mən də görmüşəm, onlar da görüb. Yəni, Yo, mən durub indi əlan özümdən əlan. nə deyim ki, belədir. Bu uçurda baxan özü qiymət versin də. Mən durub onu tərifləməklə şey eləmirəm ki, yəni uçurdan baxan Asif nəticəsini quş görüb satandır. satmıram da Dostdaşınaya, mənə kimi gəlirsə dostlar də pay verib ki, o da yox. verirəm bir cüt, 2 cüt aparsınlar, saxlasınlar, uçutsunlar da, törətsinlər də. Mən bunu durub saxlayım, özümdə verməyim, heç kimə də nə oldu bu? Onu niyə saxlayırsan? Yəni O vaxtı canını kuşbaza sağ eləsin. bilirəm ki, o vaxtı gələndə pay verirdilər ki, tutub bir cüt, bir dənə Yəni bala kuşbazın verdi ki, yanına kuşbaz apar- yanında bala payı ver. Kuşun apar balası uçurt da, ver ki, bəli, apar uçurt apar uçur. İndi gedirsən kuşbaz yanına götür tutulmağa verirsən. Ay, apar uçur. yo, Adam yo. ayıbdır, adam Mən tutulmaq. labor harda gəlirsə də, məsələn, Hə. harda yaxşısı var tutub ona verirəm. Tutulmaq kuşu pay Sabah verir. aradakı, yəni balasını mənim ver. patrot eləməsin ki, Bir də bildiyi ver ki. bildiyi verginən də, ya vermirsən bunu vermə ginən. Mən Ya həmişə verirsən demişəm, də yəni- yaxşı bir şeydir. Asif həmişə demişəm, yəni 5 dənə vermək şərt deyil. Bir dənə ver, amma Amma bildiyi ver. yaxşısın. Hə, yaxşı bir şey. Məsələn, bax burada balalar var idi. Mən sənə pay verim. Harda yaxşısı var tutub verirsən sən ki, gəl apar. Allah canım, həmişə də Çünki anası vermişəm. atası burdadır. Sabah yenə də bala alacağam mən ondan. Yəni Asif Verəcəkdi. qıraq yerdən də quş götürmür. Götürməmişəm, yəni burada- qatmır. Bir dənə məndən götürür, o da öz verdiklərindən maya ərkəyi lazım olanda gətir verir balalı, tezdən yenə qaytarır özünü. Yəni burada heç bir dənə qıraq quş yoxdur. Yəni ki, aynəmin kimin quşu var, kimin nəyəsə yoxdur. Öyrəmədir də bir. Törəmə də hə, sırf Həqiqətən də bu quşların 70 il, 60 il tarixi var. Ha. Yəni Allah Və balaca canını balalar var. Yəni- Hələ təzə dənə düşən balalar. Hər qapıda Novruzbələ bir şey yoxdur. And ol Allaha. Yəni bütün günü TikTok dağılır, sosial şəbəkələr Baxıram mən dağılır. düzdür. Yalandan çoxsu pülüyür. Amma həqiqətən deyirəm, indi Bir sən baxacaqlar, nətərdir ki, görəcəklər. Həqiqətən belə elələr var şeylər yox. götürür, onu cüt vurur, bala alır, ha, bu uçandı. Amma onun cinsini bilmir, onun kötüyün bilmir nədir. Ağın altından görürsən qarabelaq çıxdı, nə bilim ana nə çıxdı. Azən Enli quyruq çıxdı. niyə gəldi cüt O vururlar? şey sən o qatma qarışıqdır. Sən ondan heç bir nəticə ala bilmirsən. Maşallah olsun, birinin qənədində, quyruğunda qüsur deyilən şey yoxdur. Hamısı da 12-13 tüklərdir. Arada retki 14 də olur. 14 olur ha, o heç də o həmişə olub da. 14, 13, 12 olur. Mən Ömür demirəm, boyu ha, olub. 15-16 demirəm. Retki Yo, arada 15 15 Düzülmə. məndə təkdən bir olar. İldə bir dənə. O əvvəllər də olub. O olub ha. nə üçün əvvəllər olub? də olub, amma 12 tükdən seçilmir bu quşlar. Ha. Maşallah olsun, əla. Asif, Bəli. Asif qardaş, sağollaşmaq istəyirik. Bizim Sağ ol. bizə, nə bilim mənə, Noruza, tamaşaçılara nə sözün, nə tapşırığın.
Hamınıza can Ürəyindən sağlığı nə keçirsə. arzulayıram. Uğurlar, bütün quşbazlara uğurlar arzulayıram. Hamısı əziyyət çəkir. Əziyyətləri yerdə qalmasın. Biz bunu Hamısını- çəkməkdə səbəb oldu ki, bunu sosial şəbəkələrdə paylaşaq. Novruzun YouTube səhifəsi var, orada paylaşaq. Bir etirazınız adın yoxdur ki? Nə etirazım olacaq? Olanı budur. Yəni çəkmisiniz, yəni mən də göstərirəm ki, yəni olanı budur da. Məndə də indi bazardığım Allah pis gözdən, törətdiyim nəfsdən, quşlardır. Allah pis Hə. gözdən, nəfsdən, mərdəmazardan Yəni ki- qorusun bunları. köhnə yadigar mənim üçün qalma bir şeylərdir, yəni ki, bunlar mənə yadigar olan Sən bir ki şey. bababun, Şurasını necə qoruyub saxlamışam da. bu yaşda Hə. sən ki bababun, aton quşlarını Bəli. qoruyub saxlamısansa, sən həqiqətən sənə halal olsun. Hə. Bu mənim üçün yadigar olan şeydir. Mən məsələn özümə görə saxlayıram bunu. Mən bunlardan ləzzət alıramsa mənə bəs edir. İndi Vallahi. tamaşaçılarla sağollaşırıq. Sağ olsunlar. Seçdik, Allah hamının göstərdik. malına, mülkünə bərəkət Bəyənsinlər, versin. bəyənsinlər, like eləsinlər YouTube səhifəmizdə. Allah hamıya Allah can hamıya da sağlığı can versin. sağlığı Kim nə versin. saxlayır, Allah bərəkət versin, Bəli. xeyrin görsün. Hər kəsən də İnşallah gələn videolarda görüşəcəyik. Çəkilişimiz olacaq. Bu quşları gəlib yayda uçurdacağıq. İnşallah. Uçuşlarını da paylaşacağıq inşallah. Mən görmüşəm, indi görməyənlər də görər inşallah. İnşallah. Sağ İnşallah ol. indi prosta Sənə də əziyyət var. Əziyyət çəkirsən, video çəkirsən.